Şaban ayının 11-ci günü Hz. Əli Əkbər əleyhissalamın mövlud günüdür. Bu gün İslam dünyasının mübarək günlərindən biri, 3-cü imamımız İmam Hüseyn əleyhissalamın oğlu Hz. Əli Əkbərin mövlud günüdür. O mübarək insan imamın himayəsində böyümüş və Əhl-i-Beyt məktəbinə layiqli davamçılarından olmuşdur. O atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrundan canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasına son istəyi bu olmuşdur. Ata, mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər. Əli Əkbər əleyhissalamın həyatı. İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan şəxslərdən biri də Həzrət Əli Əkbərdir. Əli Əkbər İmam Hüseyn əleyhissalamın övladlarındandır. İmam Hüseyn əleyhissalamın 3 oğlunun adı Əli idi. Əli Əkbər İmam Hüseyn əleyhissalamın böyük oğlu olduğu üçün onu Əli Əkbər, yəni Böyük Əli deyilirdi. İkinci oğlu Əli Əvsət, İmam Zeynalabdin əleyhissalam, üçüncü oğlu isə Əli Əsğər idi. 6 aylıq olarkən Kərbəlada şəhid olmuşdur. Əli Əkbərin təvəllüdü. Tarixçilər arasında o həzrətin dəqiq anadan olması tarixi barəsində böyük ixtilaf mövcuddur. Bu tarixçilər əsasən onun Kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə onun təvəllüdünə işarə etməmişlər. Belə ki, tarixçilərin bəzisi o həzrətin yaşı 19, digərləri 20 və bəziləri də 38 olduğunu yazmışlar. Amma tarixi araşdırmalar göstərir ki, Həzrət Əli Əkbər Şaban ayının 11-də dünyaya gəlmişdir. Əllamə Əbdürrəzzaq belə yazır. Həzrət Əli Əkbər Şaban ayının 11-də 3-cü xəlifənin vəfatından 2 il əvvəl anadan olmuşdur. 3-cü xəlifə isə Hicrətin 31-ci ilində vəfat etmişdir. Həzrət Əli Əkbər xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Ulu babası Həzrət Peyğəmbər salavatullah, babası Həzrət Əli əleyhissalam, atası isə İmam Hüseyn əleyhissalam, anası Əbi Mərvan İbn-i Ürvə İbn-i Məsud Səqəfinin qızı Leyladır. Əli Əkbərin şəxsiyyəti. Əli Əkbər Peyğəmbər salavatullaha ən çox oxşayan kəsdir. Əli Əkbər hər cəhətdən Həzrət Peyğəmbərə oxşayardı. Bu oxşarlıq o dərəcədə idi ki, Kərbəla meydanına çıxanda qoşun elə hesab etdi ki, Həzrət Peyğəmbərin üzü meydana çıxıb. Belə ki, İmam Hüseyn əleyhissalam Əli Əkbəri meydana göndərəndə qoşuna belə xitab edib buyurdu. Cəmaat, şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha ən çox bənzəyən bir oğlanı meydana göndərirəm. Bilin ki, hər zaman ürəyimiz Həzrət Peyğəmbər üçün darxanda onun üzünə baxardıq.